Bugün günorta saatlarında Bakı-Qazax yolunun Ələt qəsəbəsindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. 77 VZ 854 dövlət nömrə nişanlı Chevrolet Malibu markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən sürücü idarə etməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı dərəyə aşıb. Nəticədə biri ağır olmaqla 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların adları hələlik məlum deyil. Onlar ərazidən keçən digər sürücülərin köməyi ilə avtomobildən çıxarılaraq təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Mirsah İbrahiloğlu, Muğan TV.